Salam uşaqlar, bu günləri 11-ci sinif güvən kitabından sınaq 4 işləyəcəyik. Baxaq birinci testdən. Birinci testdə bizə deyir ki, perimetri 12 kökdə 3 olan bərabər tərəfli üçbucağın medianını tapın. Bərabər tərəfli üçbucağın medianı hansı düsturla tapılır uşaqlar? Biz bilirik ki, bərabər tərəfli üçbucağın hündürlüyü düsturu A kökdə 3 bölünsün 2-dir. Bərabər tərəfli üçbucaqda da çəkilmiş hündürlük həm mediandır, həm tənbölən. Ona görə biz bunu elə medianın düsturu kimi də istifadə edə bilərik. Burada lazımdır bizə A-nı tapmaq. Bizə də perimetr verilib. Bərabər tərəfli üçbucağın perimetri 3A olduğundan biz onda 12 kökdə 3-ü böləcəyik 3-ə və A-nı tapacağıq. 12 bölü 3, 4 kökdə 3. Demək, bir tərəfini tapdıq. A, yəni 4 kökdə 3-dür. Aparıb burada qoyacaq yerinə. Median bərabərdir. 4 kökdə 3 vurulsun kökdə 3 bölünsün 2. Kökdə 3-ü kökdə 3-ə vuranda 3, 3-ü 4-ə vuranda 12, 12-ni 2-yə böləndə 6. Cavab oldu A variantı. Baxaq ikinciyə. İkincidə bizə deyir ki, x bərabərdir 1 olduqda 0-a bərabərdir ifadənin qiyməti. Yerinə qoyuruq, baxırıq 1 çıx 3 mənfi 2, mənfi 2 üstəlik 2 bərabər 0. Yəni ifadənin qiyməti uşaqlar nə vaxt 0-a bərabər olur? Surət 0-a bərabər olanda. Ona görə təkcə surətlərdə qoyacaq yerinə qiyməti. Burada 0 alındı. İndi 1-i götürüb burada qoyuruq. 1 çıx 4 mənfi 3, mənfi 3 üstəlik 3 0. Bu da 0 oldu. 1 çıx 5 mənfi 4, mənfi 4 üstəlik 4, bu da 0 oldu. 1 çıx 7 mənfi 6, mənfi 6 üstəlik 12 0 eləmir. 1 çıx 6 mənfi 5, mənfi 5 üstəlik 8 0 eləmir. Demək, bu 3-ü ödədi, bu ikisi ödəmədi. Bunu qoyuruq bu 2-dəni qırağa. Gəldik indi buna. Burada bizə deyir x bərabərdə 3 olduğu da 0-a bərabərdir. Yenə də surətləri, başlayırıq surətlərdə 3-ü yerinə qoymağa. 3-ün kvadratı 9, 9 çıx 9, 0, 0 üstəlik 2. Bu 2 elədi, 0 eləmədi. 9 çıx 12, mənfi 3, mənfi 3 üstəlik 3, 0 elədi. Bir də burada qoyaq. 9 çıx 5, daha doğrusu 5 vur 3, 15. 9 çıx 15, mənfi 6, mənfi 6 üstəlik 4, mənfi 2 elədi, 0 eləmədi. Demək, 0 burada elədi. Hər iki cavab burada ödədiyindən elə cavabımız B variantıdır. Bunları yoxlamağa ehtiyac qalmadı. Demək, cavab oldu B variantı. Baxaq üçüncüyə. Üçüncüdə bizə deyir ki, A-nın hansı qiymətində, alfanın daha doğrusu hansı qiymətində A və B düz xətləri paralel olar. Paralel olması üçün demişik ki, çarpaz bucaqlar bir-birinə bərabər olmalıdır. Daxili bir tərəfli bucaqların cəmi 180 olmalıdır. İndi baxaq. Bu 40 dərəcədirsə, uşaqlar, bu da 40-dır da. Çünki bu balaca, bu bucaqla bu bucaq bir-birindən qarşılıqlı bucaqlardır. Bu alfadırsa, bu da alfadır. Çünki bir-biri ilə necə bucaqlar? Çarpaz bucaqlar. Onda yazaram ki, baxın, üçüncüdə. Onda bu alfa, bu da 40 dərəcə. Üçü bir yerdə düz xət əmələ gətirir. Düz xət neçə dərəcədir uşaqlar? 180 dərəcə. Alfa üstə gəl 40 bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 180-dan 40-ı çıxaram 140 dərəcə. Alfa bərabərdir 70 dərəcəyə. Demək, alfanı tapdıq ki, cavab C variantı. Baxaq dördüncüyə. Dördüncüdə mənə deyir ki, K-nın hansı qiymətində bu bir hədinin əmsalı qüvvətinin 25%-nə bərabər olar? Əmsal qarşıdakı həddə deyilir. Qüvvəti bu bir hədlidir. Çox hədli nə edilirdi? Ortada toplama, çıxma varsa çox hədli idi. Bir hədlinin qüvvəti üstündəki qüvvətlərin cəminə deyilir. K üstə gəl 8-ə. Bu da deyir ki, bir hədlinin əmsalı, yəni 3, K-nın hansı qiymətində? Bunun, yəni qüvvətin 25% olar. Qüvvət K üstə gəl 8-dir. K üstə gəl 8-in 25% necə tapılır? Vur 25 bölü 100. Deyir, bərabər olsun, deyir əmsala. Baxın, bax bunu istəyir məndən. 125-ə bölünür, eləyir 4. K üstəyə 8 bərabərdir. 4-ü 3-ə vururuq 12. K da bərabərdir 12 çıx 8, 4. K-nın qiymətini tapdıq 4 C variantında. Baxaq 5-ciyə. 5-cidə bizə deyir ki, fərqli işin 60%-ni 9 saata görürsən, belə məsələdə nə edirik uşaqlar? Tənasüb qururuq. 60-dır 9-dursa, hamısını neçə saatı görür? Hamısı neçə faizdir uşaqlar? 100%. 100 x olar. Buradan tənasüb edirsiniz. 60 vurulsun x bərabərdir. 100 vurulsun 9-a. Buradan hər biri 10-a bölünür. 6 ilə 9 hər biri 3-ə bölünür. 3. Buradakı 10 da 2-yə bölünür. Eləyir 5. X bərabərdir. 5 vurulsun 3. 15. 5-cidə cavab 15 B variantı. Baxaq 6-cıya. 6-cıda bizə deyir ki,
150 ədədinin müxtəlif sadə vuruqlarının hasilini tapın. 150 ədədinin sadə vuruqları. Burada 10, 0 demişəm sizə 10 deməkdir. 2 vur 5 yaza bilərsiniz. 15-i də ayıra bilərsiniz belə sadə vuruqlara. 5-dən 3-ə. Burada müxtəlif sadə vuruqlarının hasilini istəyir. Müxtəlif bir budur, bir budur, bir budur da. Yəni bu təkrardır. 2 vur 5 10, 10 vur 3 30. Cavab oldu 30 E variantı. Baxaq 7-ciyə. 7-cidə bizə deyir ki, 7-cidə bizə deyir ki, ABC üçbucağı verilibdir. Bucaq ABC 90 dərəcədən böyükdür. Yəni körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucaqda da düsturumuz necə idi uşaqlar? Deyir AC'nin mümkün tam qiymətlərinin sayını tap. Bunun mümkün tam qiymətlərinin sayını istəyirsə, düsturumuzu yazacağıq. A kvadrat üstə gəlsin B kvadrat nə idi? Kiçik idi AC üçüncü tərəfdən. Yəni o da kiçik idi. A üstə gəl B'dən. Bizim düsturumuz belə idi. A kvadrat üstə gəl B kvadrat. Burada ikisi də verilib bizə A ilə B. 7, 7. 7-nin kvadratı üstə gəlsin. 7-nin kvadratı kiçikdir AC, kiçikdir 7 üstə gəl 7. Bu da eləyəcək 49, 49. 2 dənə 49, 2 vur 49 yəni. 2 vur 49-dan da birbaşa yazmaq istəyirəm. 7 çıxar kökün qabağına. Onlar 7 kökün altında 2, kiçikdir AC. 7 üstə gəl 7, 14. Demək, onda elə 98 saxlayacağım uşaqlar, çünki tam hissə lazımdır mənə. 98 elə. Kökdə 98-in tam hissəsi uşaqlar neçədir? 9-dur da. 100 olsaydı 10 çıxardı. 9-dur. Demək, təqribən 9 götürürəm içindən. AC qiyməti 9 ilə 14 arasında olan qiymətləri ala bilər. Bu da deyir, AC-nin mümkün tam qiymətlərinin sayını tap. Demək, 10 ala bilər. 9-un özünü də ala bilər. Çünki 98 yox, 9-un özünü ala bilməz də, yəni 100 deyil, ona çatmayıb. 10 ala bilər, 11 ala bilər, 12 ala bilər, 13 ala bilər. Aha, bir dənə indi buna dəqiq baxaq. Görək ki, burada 81 elə bil olsaydı 9 olardı. Bu da 81 böyükdür deyə, yəni 9-u ala bilmədi. Bəli, demək 10-dan başlayacaq. 10, 11, 12, 13, 4 dənə qiyməti ala bilərdi variantı cavab. Baxaq 8-ciyə. 8-də bizə deyir ki, modulda A kiçikdir B-dən. Əgər modulda A B-dən kiçikdirsə, onda belə çıxır ki, modulda A-nın yerində mənfi də olsa, müsbət də olsa, B-dən kiçikdir də. Düzdürmü? Aha. Demək, onda burada da verib bizə ki, AB kiçikdir 0. Baxın, AB kiçikdir 0 veribdir. Onda demək, əgər ikisinin hasili mənfidirsə uşaqlar, onda bunlardan biri mənfi, biri müsbətdir də. Yəni A ilə B mütləq bir-biri ilə əks ədədlərdir. Əks ədədlərdirsə, onda axı B A-dan böyük idi. Onda demək, B müsbətmiş, A mənfiymiş. Yəni B sıfırdan, belə yazaq da, B sıfırdan böyükmüş, A sıfırdan kiçikmiş, yəni A mənfiymiş. İndi deyir, aşağıdakilərdən hansı doğrudur? Gəlin baxaq. A sıfırdan kiçikdir, B sıfırdan böyükdür. Elə A variantı doğrudur. Cavab A variantı. Görürsünüz, A kiçik 0, kiçikdir B. İndi baxaq 9-cuya. 9-da bizə deyir ki, rənglənmiş hissəni tapın. Baxın, bir-bir variantlarla eləyəcəyik. B ilə C kəsişir. B ilə C-nin kəsişməsi uşaqlar haradır? Baxın bura. Deyir ki, A-dan çıxılır. A-dan çıxılsaydı, baxın, bax çıxdıq A-dan. Yerdə bura bütün qarı qalardı da, düzdür? A-nın içi bütün qarı olardı. Demək, bu deyil. B ilə C yenə də burada birləşir. B ilə C-nin, bax, C budur, B budur. Bunun bütün birləşməsi qapqara olardı. A ilə kəsişməsi isə, A ilə kəsişməsi, baxın, bura olardı. Bax, buradan, bax, belə. Bax, belə. A ilə kəsişməsi, bura bütün qarı olardı. Bax, belə. İndi buna baxaq. A ilə B kəsişir. A ilə B-nin kəsişməsi haradır uşaqlar? Baxın, bax, buradır. Bura. İndi deyir ki, C-dən kəsişmə çıxılır. Aha, kəsişmə çıxıldı, qaldı bura qara dairə. Demək, cavab C variantı. Baxaq 10-cuya. 10-cuda bizə deyir ki, 12-dan %13-ün kvadratı çıx bu ifadə. Uşaqlar, belə ifadələri sadə yolla edirik. Yəni, bu boyda ədəd dövrü 10-luq kəsirdə hesablasaz, bilirsiniz, hara gedib çıxar. Yəni, kvadratınıza da hesablasaz və yaxud bunu alt-alta vursaz. Ona görə bunu sadə yolla hesablayın. Baxırsınız ki, 11 ilə 13-ün ədədi ortası 12-dir. Düzdür? Onda siz 12 tam %13-ü dövrdə. Bunu yaza bilərsiniz, çıxılsın. Bir yerim çatmayacaq uşaqlar. Bu bir başqa yerdən yazayım. Aha. Demək 12 tam %13-ü yazsam çıx 1
tam hissədən tam çıxılır da. Onlar 11,13. 11,13. Bunu yazıram birinci. Qoyun elə özünü yazım, onda uşaqlar. Qoy bunu köçürdüm. 12,13-ün kvadratı çıxılsın. Hə, indi burada mən bunu əvəzləmək istəyirəm. Baxın, bunu əvəzləyəcəm. 12,13 çıxılsın 1 yaza bilərəm də uşaqlar. Baxın, 11,13-ün yerinə 1 çıxanda bu eləyir də, düzdürmü? Vurulsun 13,13-ün də yerinə 12,13 12,13 üstə gəlinsin 1 yaza bilərəm. Müxtəsər vurma düsturuna yazıram. A çıx B, A üstü gəl B düsturu ilə ki, işim rahat olsun da, heç nəyin kvadratını hesablamayın. Baxın diqqətlə necə yazdım. İndi bərabərdir. Birinci bu özü gəlir. Bunu yazıram. 12,13-ün kvadratı çıxılsın. 12,13 vur 12,13. Bu da A çıx B, A üstü gəl B'dir də. A-nı A'ya vuracam, B-ni B-yə. Bunu buna vuranda eləyər elə 12,13-ün kvadratı. Mənfi 1 vur 1, mənfi 1 eləyər, amma qabaqdakı mənfiyə görə müsbət 1. Bunlar getdi, qaldı cavab 1. Demək, 10-cu da cavab oldu 1 A variantı. Baxaq 11-ə. 11-də şifahidir uşaqlar. Baxın, çox asandır. A üstü 4 çıx 16-nı necə ayıra bilərsiniz? 16-nın 4-ün kvadratı yaza bilərik də. Yaxşı yazıram. 11. 11'də yazıb ki, A üstü 4 çıxılsın 16. Müxtəsər vurma düsturu A kvadrat çıx B kvadratından ayırıram. A üstü 4 A kvadratının kvadratıdır. 16 4'ün kvadratıdır. A kvadratı olacaq çıx 4. A kvadratı üstə gəl 4. A kvadratı çıx 4. Axı bir də vuruqlar ayrılır. Çünki 4 2'nin kvadratıdır. Olur A çıx 2 vurulsun A üstə gəl 2. Bir de vurulsun bu. Bu üstəyəl olduğundan bu vuruqlara ayrılmır. Olur A kvadrat. Üstəgəl elə 4. Cavab bu. A çıx 2 elə A variantı. A çıx 2 A üstəgəl 2 A kvadrat üstəgəlməsin 4. Aha, baxaq 12-yə. 12'də bizə deyir ki, aşağıdakı ədədlər cütlərindən hansıları qarşılıqlı sadədir? Qarşılıqlı sadə ədədlər uşaqlar nəyə deyilirdi? Loru dildə desək, bir-birliyə ixtisar getməyən ədədlər, yəni əbobları 1 olan. İxtisar getməyən 14 ilə 25 ixtisar getmir ki bir-birinə. Xeyr, bu qarşılıqlı sadə ədədlər cütüdür. 27 ilə 28 ardıcıl gələn ədədlər başa bir-birinə ixtisar getmir. Bu da əbobları 1-dir, qarşılıqlı sadə ədəddir. 16 ilə 18 hər biri 2-yə bölünür, cüt ədədlərdir. Bu qarşılıqlı sadə ədəd deyil. 27 ilə 54, 54 27'ye tam bölünür. Ona görə qarşılıqlı sadə ədədlər deyil. 22 ilə 33 hər biri 11'e bölünür. Ona görə də qarşılıqlı sadə ədədlər cüt deyil. Oldu birinci ilə üçüncü. Birinci ilə üçüncü E variantı. Gəldik 13'ə. 13'də bizə deyir ki, ABC üçbucağında BD tənböləndi. ABC üçbucağında BD tənböləndi. Tənböləni görən kimi yanımıza nə düşdü uşaqlar? Tənbölənin xassəsi. Tənbölən nə inirdi? Qarşı tərəfdən yan tərəflərə mütənasib parça ayırdı. Yəni bunun münasibəti bərabərdir bunun münasibəti. İndi bizə deyir ki, AB ilə BC-nin cəmi 15'dir. Belə çıxır ki, bura x-ısa uşaqlar, bu da 15 çıxılsın x-dır da, düzdür. Onda x-in 4'ə nisbəti X-in 4'ə nisbəti bərabərdir. Bura nə dedik? Burada x-i 15 isə 15'dən bu x-i çıxsan bura qalar. 15 çıx x-in 6'ya nisbətinə. Baxın bunu həll edəcək. 6 vur x, 6x bərabərdir. 4 vur 15, 60 çıx 4x. 4x keçir bu tərəfə olur 10x bərabərdir 60, x bərabərdir 6'ya. Görək indi məndən nə soruşur? Cavabı 6 tapan kimi gedib yumurlamayız. İşi yoxdur da onsuz da yumurlayasınız. Baxırıq BC nə deyir istəyir? BC. Buraya x koymuştum. Demek 6'ını tapdım. Onda 6 buraymış da. Bu da 15 çıx x idi. Yani 15 çıx 6 9 cevap D variantıydı. Baxaq 14'ə. 14'də bizə deyir ki, bunun qiymətini hesabla. 6'nın kubu vur onun üstü 4. Onun üstü 4 bölünsün. 4'ün üstü 4 vurulsun 15'in üstü 3. Bərabərdir. Uşaqlar, belə misallarda vuruqlara ayırın, sadə vuruqlara, elə daha rahatdır. 6'nın kubu, 6 2 vur 3'dür də, düzdür. Bax, yazın 2 vur 3. Üstündə də 3 var, 3'ü burada yazın, burada. 10 nə idi? 10 2 vur 5'dir, düzdür. Onda 4'ü burada yazın, burada. Sonra 4'ün üstü 4. 4 2'nin kvadratıdır, düzdür. Üstündə bir dənə 4 də var, 4'ü də yazdım. 15 3 vur 5'dir. 3'ün üstündə, ikisində də nə var? 3 var. 3'ü burada, burada yazdım. İndi başlayıram ixtisarlara. Baxın,
Burada neçə dənə yuxarıda ümumi 2 var uşaqlar? Yəni bax sayın. 3 dənə 2 burada var, 4 dənə 2 var burada. 7 dənə. 7 dənə 2 burada var. 2 vur 4 8. Burada da 8 dənə 2 var. Bir dənə burada artıq qaldı. Harda qaldı? Məxrəcdə. Hansı harda artıq qaldı yerinə yazın. Bax məxrəcdə bir dənə 2 qaldı. 2-lərlə işimizi qurtardıq. Burada 3 dənə 3 var, burada 3 dənə 3 var. Tamamilə getdi, içinə qalmadı. Burada 4 dənə 5 var, burada 3 dənə 5 var. Bir dənə yuxarıda artıq qaldı. Vəssalam. Cavab oldu 2-də 5. 14-də cavab 2-də 5. 2-də 5 də neçə deməkdir? 5 böl 2. Yəni 2 tam 10-da 5. 2 tam 10-da 5. Aha, baxaq indi 15-ə. 15. 15'te sade misaldır. 15. Bize deyir ki 5 bölünsün x. 5 böl x beraberdir. Y bölünsün 6'ya. Deyir x yəqin böldü də vur kimi düşüb amma bölü istəyər yəqin. X böl y istəyir. Uşaqlar bunu buna bölürsünüzsə onda yer dəyişir. Bunu buna böləcəksiniz. Yəni x böl y bərabərdir. X böl y bərabərdir 6 böl 5. Cavab 6 böl 5'dir. Hasil istəyir. Elə yazıb hasilini. Mən səhv gördüm. Aha, x vur y hasilini istəyir məndən. Baxaq görək bunun hasilini biz necə taparıq. Onda tənasübümüzü yazaq. Demək 5 böl x-i belə yazıram. 5 böl x bərabərdir. Y böl 6. Hasil daha asan oldu. Elə belə tənasüb. X vur y bərabərdir. 5 vur 6 30. Heç belə yazmasaydım da kəsirlə olardı. Elə tənasüb kimi. Bunun buna hasili bərabərdir. 5 vur 6'ya da 30. Aha, gəldik indi 16'ya. 16'da bizə deyir ki, kör bucağın daxilindən çəkilən şüa onun fərqi 70 dərəcə olan iki bucağa ayırır. Bu bucaqlar 1 bölü 3 nisbətində olarsa kör bucaq neçə dərəcədir? Demək, fərqi 70 dərəcədir. Kör bucağında dərəcə ölçüsünü bilmirəm də. Baxın, 16. Amma deyir ki, bucaqlar 1 bölü 3 nisbətindədir. Yəni, demək, biri 3K-dır, biri 1K-dır. Çıxanda fərqi deyir 70'dir də. Fərqi 70'dirsə, onda K-nı taparam da buradan. 2K 70'dir, K 70 bölü 2, 35'dir. Demək, onda K 35'dirsə, onda bucaqlardan biri 3 vur 35, eləyər 105. Biri də ki, 51 vur 35, yəni 35. Biri 105'dir, biri 35. Bunların da cəmi neçə dərəcə oldu uşaqlar? 140 dərəcə. Kör bucaq 140 dərəcə imiş. Aha, baxaq 17-ciyə. 17'de bizə deyir ki, ədəd oxunda 8 ədədindən 5 vahid məsafədə yerləşən ədədlərin cəmini tapın. Şahid uşaqlar, bunu necə eləyə bilərik? 5 vahid məsafədə ədəd oxunda, şahid amma yazımda indi elə uşaqlar başa düşmür. Məsəl üçün, ədəd oxudur, ədəd oxunda 8 ədədi buradadır. 8'dən 5 vahid bu yanda 13 olar. 5 vahid bu yanda da 3 olar da, elə deyil. Aha, indi deyir ki, bunların cəmini tap. 3'ün də üstünə 13 gələrsən, eləyər 16. İndi baxaq 18'ə. 18'də bizə deyir ki, 18'də deyir n böl n adi kəsiri 2 ilə 3 aralığında deyir yerləşir. Yəni ki, məsəl üçün 2 tam neçədir? Aralığında yerləşir. En müstəqəl deyir, en cəminin ən kiçik deyir, tam qiymətini tapın. Aha, baxaq. Burada indi en müstəqəl, daha doğrusu n böl n, baxın bizə 18, baxın bura. N böl n deyir 2 ilə 3 arasında yerləşir. 2 ilə 3 arasında yerləşirsə uşaqlar 2 tam neçədir? Amma burada tam hissəni verməyib də. Demək düzgün olmayan kəsirdir də. Üstə n müstəqəl n-in də ən kiçik qiymətini istəyir. Cəminin ən kiçik qiymətini. Demək onda mən bura ən kiçik qiymət, bura yəqin ki 1 qoya bilmərəm də. Düzdür? Ən kiçik qiymət 2 qoyaram da. 2 onda burada qoyaram 3 məsəl üçün. Daha doğrusu 3 yox ha. 2 ilə 3'ün arasında yerləşməsi üçün neçə qoya bilərəm? Tam ədəd 5. 2'də 4, 4 bölü 2 2 eləyir. 2'də 5 də 2 tam 2'də 1 eləyir də. Yəni bunun arasında yerləşir. Hə, indi demək onda m üstəgəl n-in cəmi neçə oldu? 2 üstəgəl 5 bərabərdir. Oldu 7. Ən kiçik qiymət oldu 7. Baxaq 19'a. 19'da bizə deyir ki, buradan yazım 19'u. 19. 19'da bizə deyir ki, baxaq. Bura paraleldir bunlar. Şəklin əsasən x-i deyir tapgına.
Baxın uşaqlar, mən sizə bunu loru dildə belə qısaca izah eləmişdim ki, baxın, bax bu nədir? Karandaş ucudur da, düzdür? Karandaş ucunda bax bu ikisinin cəminə bərabər olurdu. Yəni 3 alfa üstəgəl alfa. İndi baxın, bax belə yazacağım bunu. Demək buradan 19-da x bərabərdir 3 alfa üstəgəlsin alfaya. Bax bu ucların cəminə bərabər olur bura. Bu da elədir 4 alfa. İndi bura 4 alfadırsa bu da 2 alfa. Bunlar necədirlər bir-birinə? Qonşu deyirlər. Onda demək yazaram ki 2 alfa üstə gəlsin 4 alfa bərabərdir 180 dərəcə. 6 alfa bərabərdir 180 dərəcə. Alfa bərabərdir 180-da 6-ya bölərəm 30 dərəcə. Demək indi məndən bu da alfanı istəyirdi. Yox, x istəyirdi. İndi baxaq. Bax burada yerinə qoyuruq. Və imkan versə, aha, yerinə qoyuruq. Alfanı tapdım 30 dərəcə, 2-ni 30-a vururam 60 dərəcə. Bu da bunun qonşusudur axı. 180-dan da 60-ı çıxıram. Cavab oldu 120 dərəcə. X-in qiyməti 120. Baxaq 20-ciyə. 20. 20-də bizə deyir ki, A kiçikdir B, kiçikdir 0. İndi deyir ki, A üstə gəlinsin, A çıxılsın B, bölünsün, A çıxılsın, modulda mənfi B. Bax, məndən bunu istəyir. İndi gəlin baxaq. Gəlin baxaq. Bax, burada uşaqlar A kiçikdir, B kiçikdir 0 verib. Yəni, hər ikisi mənfidir. Amma bu daha kiçikdir ondan. A daha kiçikdir B-dən, yəni. Demək, indi birinci baxışıyaq modulun içindəki, bax, bu moduldan başlayaq. A, B-dən kiçik olduğu üçün demişik ki, modulda yer dəyişir. Yer dəyişir, çıxır. Olur, B çıxar. Baxın, yeri dəyişdi. Bu, ümumi modul qalırammı? İndi gəlirəm bura. A, burada ayrı moduldur. Bu da ayrı moduldur. Modulda A-dan nə çıxır, uşaqlar? Mənfidir də, yazı bax, kiçikdir 0. Burada mənfi A çıxacaq. Burada modulda mənfi B-dir. Modulda mənfi B-dir. Buradan çıxacaq modulda mənfi B-dən müsbət B. Çünki birsiz elə bir ki, B demir ki, burada mənfidir. Məsəl üçün, mənfi 1-dir. Tutaq ki. Mənfi 1-i yerinə qoysam, mənfi eləyəcək müsbət B. Burada 1, daha doğrusu müsbət 1. Modulda da 1-dən elə çıxacaq 1. Ona görə bu çıx işarəsi yerində qalacaq. Olacaq çıx B. Mənfi A çıx B. Bu da bərabərdir. A çıx A getdi. Yerdə qaldı bir dənə burada B. Modulda B qaldı, düzdür. Burada da mənfi çıxar qabağa. İçəridə qalar A üstə gəl B. Buradan da modulda B-dən nə çıxmalıdır uşaqlar? Mənfi B çıxmalıdır da. Axı işarə mənfidir. Mənfi B. Burada da mənfi A üstə gəl B. Onda demək mənfilər gedər ixtisar. Qalar B bölünsün. A üstə gəl B. Baxaq 21-ə. 21-də bizə deyir ki 21. 21-də bizə deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan birinin 20%, digərinin 60%-nə bərabərdir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar, uşaqlar keçmişdik ki, ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Burada bir-birinə bərabərlikdən söhbət gedə bilməz, çünki birinin deyiri 20%, digərinin 60%-nə bərabərdir. Demək, onda müxtəlif adlı bucaqlardır, cəmləri 180-dan söhbət gedir. Onda mən 21-i belə yaza bilərəm də. Demək, birinin 20%, məsəl üçün, bucaqlardan biri A-dır, məsəl üçün, biri də B-dir. Deyir, birinin 20%, vur 20, yəni bölü 100, digərinin 60%-nə bərabərdir. Yəni, B-nin 60%-nə bərabərdir. Bunların da bilirik, axı, cəm 180 dərəcədir, düzdür? Cəmlər də 180-dır. Oldu sistemdənlik. Sonra bizə deyir ki, görək nə soruşur? Deyir, bu bucaqların dərəcə ölçülərinin kvadratları fərqinin modulunu tap. Kvadratları fərqinin modulunu. Baxın, məndən bunu istəyir. A kvadrat çıx B kvadrat. Bunların kvadratları fərqinin modulu. Gəlin bunu eləyək. 100 100 ilə ixtisar gedir. 60 20-yə tam bölünür. Qalır 3.
Demək, A bərabərdir. Nə qaldı? Baxın, buradan yazacağım elə. A bərabərdir 3 vur B. 3B oldu da. Demək, bura düzdür. Yəni, bucaqlardan biri A-dır. Biri də ondan 3 dəfə çoxdur. Yəni, 3A-dır. Aparıb qoyuram yerinə. Baxın, elə burada A-nın yerində yada qoyuram. Əvəz etmə edirəm. Bu 3B-ni götürüb A-nın yerinə qoyuram. Yazıram 3B üstə gəl B bərabərdir 180. 4B bərabərdir 180. B də bərabərdir nəyə? 180-ı 4-ə bölürəm. 45 dərəcə. Demək, biri 45 dərəcədir bucaqlardan. Biri də 3 vur 45, 135 dərəcədir bucaqlar. İndi bunların kvadratlarının fərqini istəyir məndən. Bu da müxtəsər vurma düsturuna eləsək daha rahat olar. 135-in kvadratı çıxılsın 45-in kvadratı bərabərdir. 135 çıx 45. 135 üstə gəl 45. Baxın, bunu da belə yazacağım. Yerimdə yoxdur. Bərabərdir. 135-dən 45 çıxanda 90. 135-in üstünə 45 gələndə 180. Bu da bərabərdir. 9-u 18-ə vuraram. 90. O da 72. 162 yanında 2-dən 0. 16.200. Baxaq 22-yə. 22-də bizə deyir ki, 4A üstə B ədədinin 10%. 4A üstə gəlinsin B ədədinin 10%. B çıx A ədədinin 50%-nə bərabərdir. B çıx A ədədinin 50%-nə bərabərdir. Deyir ki, B ədədi B çıx A ədədindən neçə faiz çoxdur? Yəni, B çıx A-nı istəyir bizdən. Baxaq uşaqlar. Mən bu deyiləni yazdım. Dedi ki, bunun 10% bərabərdir B çıxanın 50%-nə. Belə yazdım. Sadələşdirək bunu. 100 ilə getdik. Sar 50 10-a bölündü, qaldı 5. İndi bunu sadələşdirirəm. Demək, oldu 4A üstə gəl B bərabərdir. Burada heç nə qalmayıb da. 5-i vurub açıram. 5 vur B, 5B, 5 vur A, 5A. A-ları keçirdirəm bu yana. 4A üstə gəl 5A bərabərdir. B-lər də bu tərəfə keçsin. Çıx B. 9A bərabərdir 4B. Alındı. İndi mənə dedi ki, B çıx A B ədədidir. B çıx A ədədindən neçə faiz çoxdur? Bunu istəyir məndən. Baxın uşaqlar, bunu belə fırlasaq, A 4K-dır. Bunu da belə fırladırıq. Bu da budur. B də 9K-dır. Yerinə qoyuram da. Demək, B 9K-dır. B çıx A da 9K çıx 4K elədir 5K. Bu da 5K-dır. İndi deyir ki, bu bundan neçə faiz çoxdur? Əgər 9-100% isə, K-sını yazmıram da yaxşı yazaq ya da. 5K nə qədərdir? X-dir. Onsuz da K-lar ixtisar gedir belə misalda. 9 vur X bərabərdir. K-ya ehtiyac yoxdur. 5 vur 100. X bərabərdir. 9'u 100% götürdüm. Burada yox, səhvliyə yol verdim uşaqlar. 9'u 100 götürməyim də. 9x olsun. Bu 100 olsun. Çünki bunun bundan çox olduğunu istəyir də, bu bundan nə qədər çoxdur. Yəni, kiçiyi 100% götürün həmişə, böyüyü x götürün. Belə də düz alınacaq. Demək, 5 vurulsun x bərabərdir 9 vurulsun 100-ə. 100 5'ə bölünür, eləyir 20. 9 vuru 20, 180. Demək, bu da 180'dır. Bu 100'dürsə, bu 180'dır. Neçə faiz çoxdur ondan? 80% çoxdur. 80% çoxdur uşaqlar. Bu oldu 22. İndi baxaq 23'ə. 23'də bizə deyir ki, 56 və 42 ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasilini tapın. Baxaq, 56 və 42 ədədlərinin, demək bu 23 idi. 56-nı ayırırıq sadə vuruqlara. 56 böl 2, 28 böl 2, 14 böl 2, 7, 7, 1. Sonra 42-ni ayırırsınız sadə vuruqlara. 42 böl 2, 21 böl 3, 7, 7, 1. İndi deyir ki, ortaq olmayan sadə vuruqların hansını. Gəlin ortaqlığa tapaq. 2, 2, 7, 7. Ortaq olmayan sadə vuruqlar hansılar oldu uşaqlar? 2, 2, 3. 2 vur 2, 4. 4 vur 3, 12. Cavab oldu 12. 12. Baxaq 24'ə.
4-də bizə deyir ki, birinci gün işin 5də 1 hissəsini deyir Salih, 6da 1 hissəsini isə Abdullah görür. İkinci gün isə qalan işin 6da 5 hissəsini Abdullah görərsə, 2 gün ərzində bütün işin hansı hissəsini Abdullah görər? Aha, bunu istəyirəm buradan həllini görə siz yazın ki, başa düşəsiniz. Baxın, birinci gün işin 5də 1-ni Salih görür. Salih gördü işin 5də 1-ni. Sonra deyir ki, Abdullah isə 6da 1-ni görür. Abdullah da 6da 1-ni. Bu ikisi bir yerdə görək nə qədər iş görür. 5də 1-in üstünə 6da 1-in gələrəm. Eləyər 30-da. Bu 6, bu da 5. 30-da 11 hissə. İndi deyir ki, ikinci gün isə qalan işin 6da 5-ni. Elə bir ikisi bir yerdə 30-da 11-ni görübsə ya, qalan iş nə qədərdir uşaqlar? 30-da 19-dur da, düzdür? Qalan işin 6da 5-ini, yəni vur 6da 5, 35, 6 gedir xısar, olur 36'da 19. Qalan işin 6'da 5 hissəsini Abdullah gördü. 36'da 19'unu Abdullah gördü. Deyir ki, 2 gün ərzində bütün işin hansı hissəsini Abdullah görüb? Abdullah birinci dəfə 6'da 1'ni görmüşdü işin, ikinci dəfə də 36'da 19'unu. Onda 6'da 1 ilə də 36'da 19'u toplayaram. Abdullah'ın gördüğü işten cəmini taparam da. Onu da 6'ya tamamlayıram. 36'da 6 üstəgəl 19, 25. 36'da 25 hissəsini Abdullah görür. 25-ci sualda deyir ki, ABC üçbucağında BD tənböləndir. AB, BC, AC nisbətləri budur. Perimetr 63'dür. Deyir AD-ni tapaq. Baxaq. Demək, ABC üçbucağı bu 25-ci. A, B, C üçbucağı. A, B, C üçbucağı. BD tənböləndir. BD tənböləndir. Bucağı yarı bölür. Tənbölən xassəsi nə idi? Bunun buna nisbəti bərabərdir bunun buna nisbətinə. AB, BC, AC tərəfləri 6, yəni bu 6K'dır. Sonra BC buradır 8K'dır. Bu burası da nə edir? AC bura bütün. Burada 7K'dır. Deyir, perimetrdə 63'dür. Onda 6, 8, 14, bu da eləcək 7, 21, 21K bərabərdir 63, K bərabərdir 63'ü 21'e bölürsən 3. 6 vur 3, demək bura 18'dir, 8 vur 3, bura 24'dür, 7 vur 3, burada 21'dir, 21. İndi deyir bizə ki, AD-ni deyir tap. AD, bunu istəyir bizdən, X. Bura bütün 21'dir də, onda bu da 21 çıxılsın X-dir. Demək, onda 18'in X-in nisbəti bərabərdir 24'ün 21 çıxılsın X-in nisbətinə. Yəni, sadələşdirək, bunların hər biri 6'ya bölünür. Bura 4 edir, bura 3. Oldu 4x bərabərdir 3 vur 21, 63 çıxılsın 3x. 4x üstəgəl 3x eləyir 7x bərabərdir 63, x də bərabərdir 9'a. Demək, AD də 9 cm elədi. Bugünkü dərsimizdə sınavımız bu qədər. İnşallah gələn sınavlarda görüşənədək.